Allahı tanımanın yolu. Rəbb sözü malik, sahib mənasını bildirsə də, hər bir malik anlamında deyil, yalnız o malik mənasını çatdırır ki, malik olduğunu həm də yetişdirməklə məşğul olsun. Canlı varlıqların inkişaf prosesinə, ha belə cansız varlıqlardakı dəyişikliklərin məxluqatın yetişdirilməsi üçün münasib zəmin yaratmasına diqqət yetirmək Allahı tanımanın ən gözəl yollarından biridir. İnsan orqanizminin özündən xəbərsiz fəaliyyəti buna ən gözəl nümunədir. Məsələn, çox mühüm bir işə hazırlaşmaq lazım gəldiyində, bir anın içində özümüzdən xəbərsiz olaraq ürək döyüntülərimiz artır, tənəffüs sürətlənir, bədənimizin bütün qüvvələri səfərbər olur. Qan vasitəsilə oksigen və qida resursları bütün hüceyrələrə ötürülür. Sinir sistemi və əzələlər daha aktiv şəkildə fəaliyyət göstərir. Belə bir həssas vaxtda bütün orqanizmdəki bu nizam-intizamı hansı qüvvə yaradır? Alim və qadir olan Allahdan başqa kimsə bunu yarada bilərmi? Quranın bu və digər ayələrində buna bənzər nümunələr kifayət qədərdir. Onların hər biri haqqında yeri gəldikcə ətraflı məlumat verəcəyik. Bütün bunlar Allahı tanımaq üçün gözəl dəlil sübutlardır. Daha çox insan faydalansın deyə bu videonu bəyən və yadda saxla.